Dostlar, haradakı qalib gəlirik deyən tərəf mülki obyektlərə hədəf alırsa, bilin ki, bu çarəsizlikdən irəli gələn bir şantajdır. Trump körpüləri vurur və təslim olmasanız davamı gələcək deyir. Bu artıq məğlubiyyətin sətiraltı etirafıdır. Hamı bilir ki, hazırda İran hərbi qüvvələri o körpülərdən istifadə etmir. Deməli, bu hərbi hədəfi yox, sırf siyasi şantajdır. Və bu şantaj Amerikanın nüfuzuna həmin körpüdən də böyük sərbə vurur. Kəşfiyyat Trump'ı aldatdı. Ona asan qələbə vəd etdilər. Amma onu müharibə bataqlığına saldılar. İndi o bu bataqlıqdan çıxmaq üçün çabalayır. Amma unudur ki, İran belə şantajlarla təslim olacaq tərəf deyil. Trump'ın önündə iki yol var. Ya bu bataqlıqda tam batmaq, ya da biz qalib gəldik deyib qaçmaq. Çox güman ki, o ikinci yolu seçəcək. Yaxın aylarda dünyaya qələbə nağılları danışıb, faktiki olaraq İrandan qaçacaq. Və fikrimizcə bu artıq qaçacaqmı, qaçmayacaqmı seçimi deyil, seçim nə vaxt qaçacaq sualı üzərindədir. Bəs siz necə düşünürsünüz? Trump real qalib gələ bilər, yoxsa tək çarəsi qaçmaqdır? Fikirlərinizi yazın, müzakirə edək.